Hamı danışdı ki, kəndimizdə qaz yoxdur, su yoxdur, yol yoxdur, məktəb yoxdur. Bir müddət məktəbsiz, susuz qala bilərik, yolsuz qala bilərik. Əsas odur ki, müharibədən çıxmışıq. Bax, bu ölsün təzə tema var. Milli Məclisin deputatı Aqil Abbas quş buraxıb. Deputat Aqil Abbas bilirsiniz nə deyib? O deyib ki, biz bir müddət məktəbsiz də qala bilərik, qazsız da qala bilərik, susuz da qala bilərik. Əsas odur ki, Qarabağı qaytarmışıq. Vallah, elə də dedi. Deputat Aqil Abbas demək istəyir ki, biz bütün pulları Qarabağa xərcləməliyik. Qarabağda axı bərpa işləri gedir. O elə belə bu söz deməyib. Qarabağda bərpa işlərini kim görür? Qarabağda otelləri, evləri kim tikir? Və indi də Qarabağ tikilir. Çox gözəl. Ağdam 60 minlik şəhər idi. İndi 100 minlik bir şəhər tikir İlham Əliyev orada. İlham Əliyevin şəhərləri deyəm mən, Qarabağda tikilən şəhərlərə. Qaz da olacaq, su da. Mənim də kəndimdə, qonşu kənddə, yəni öz Qoğum-Məqrəb olan kənddə qaz yoxdur. Görüşəndə deyirəm ki, 30 ildir qazsız yaşamısınız. Qarabağın, Ağdamın, Füzulinin xədrinə, Kəlbəcərin xədrinə bir 3 ildə qazsız yaşamağa dözün də qardaşlar. Bax, sonra da deputat Aqil Abbas çıxıb şikayətlənir ki, bu cəmaat, bu xalq məni söyür. Söyməsin, neynəsin axı? Əziz dostlar, təzə söyüşlərdən kim bilirsə yazın. Yazın, bu deputatı yağlayaq.